Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Söz verdiyim kimi sizə son 5 ilin dil qaydalarını analiz edib, ən çox nələr düşür, nələrə fikir verməliyik baxacağıq bu gün. Həm son 5 il, ondan əlavə biz ayın 9-dakı buraxılış gördük ki, nə qədər çətindir. 5 sual sadə olur. 5 sual sadədən əlavə bir yönlü olur. Bir dənə sual, məsələn, söz yaradın, düzəltmə, kök şəkilçi ayırırsan 9 martda. Qoy bir də onu da götürüm. Mart testi. Yəni, sualın 5-i konkret bir yöndədir, bir qaydadır. Amma 5 sual ümumidir, qarışıqdır. Bir cümlə verir sizə. O cümlədə fonetik təhlilə də toxunur, leksik təhlilə də toxunur, morfologiya, sintaksis, hər şeyə toxunur. Bunun üçün nə etmək lazım olduğunu da göstərəcəm. Bundan əlavə bizə nələr düşə bilər, onlara da baxaq. Ən çox düşən mövzularda bir dənə götürmez, onu da götürməmişəm deyəm. Deməli, mən burada qeyd eləmişəm özüm üçün son 5 ildə düşən mövzuları, o mövzunun altını çəkim sizin üçün. Belə bir vərəqdə qeyd eləmişəm. İndi bu vərəqi burada qoyacağam. Oradan da baxa bilərsiniz. Deməli, ən çox orfoqrafiya, orfeepiya, frazeoloji birləşmə, əlavə, söz birləşmələri, ümumi məsələlər lap çox düşür. Köməkçilər tək düşmür. Köməkçilər düşəndə amonimliklərlə bir düşür. Tərəf, ilə, elə. Tərəf sözü köməkçilər kimi qoşma ola bilər, ism ola bilər. İlə əgər ayrıca ilə yazılıbsa nə ola bilər? Qoşma ola bilər, bağlayıcı ola bilər. Əgər la formasını yazılıbsa o bu dəhşətdir. Yəni burada zərf ola bilər, fe'l ola bilər, çox məsələlər ola bilər. Elə əvəzlik olur, sadəcə olaraq təyini və sifəti və zərf əvəz eləyir. Bir də elə ədat olur. Yəni bu baxımdan fikir verməliyik. Köməkçilər düşürsə əgər bizə ki, birinci zona da düşmür, mən düşünürəm ki, ikinci zona da düşə bilər ayrıca. Tabeli tabesiz, yəni tabeli tabesidən ümumiyyətlə qaçış yoxdur. Mütləq bir dənə tabeli tabesi olacaq. Ən çox da təbii ki, tabeli olacaq. Tabeli videonda çalışacağam bura qoyum. Bir dəqiqədə tabeli videonu öyrənmək videom var. Həm də 3 dəqiqədə ikisini də qoyacağam, baxarsınız. Söz yarazığı birinci zonaya düşüb, inanmıram ikinci zonaya düşsün, amma yenə də söz yarazığı. Sintaktik təhlil birinci zonaya düşüb ayrıca. Nitq hissələrinin ən çox say düşür. Yəni, belə deyim də, say hörmətli nitq hissəsidir. İsim də ən çox yerlik mənsubiyyət düşür, bir də bəzi kezalı sözədir, ikinci hezanın düşməsi düşür. Sifət isə dərəcə düşəcək, saydısa bir sıra bir çoxdan sonra, yaxud da saylardan sonra gələn isimlərin cəmdə təkdə olmağıdır, yaxud da numerativ sözlərdir. Yəni, bunu bilməliyik. Yəni, bizi ayın 15-i nə gözləyir? Onu başa salım və özünüz üçün ən azından son bu 2 gündə, bir gündə məşq edin. Misal üçün, sualın 5-i sizdə ümumi olacaq. Yəni, son 5 ilin hər zonan, 2 zonanda dil qaydalarını yığmış. Videonu like edib, abunə olub, rəy yazan və atan hər bir uşağa bunun PDF-ini atacağım. Nömrəmi də qeyd edəcəm. Həmin nömrədə yazıb məndən PDF istəyə bilərsiniz. Ayrıca dil qaydaları. Çünki bəzi uşaqların həqiqətən ancaq dil qaydalarından problem olur. Deyir, müəllim, mənim mətndə problemim yoxdur, dil qaydalarında problemim var. Bu da sizə fürsət, son 5 ilin dil qaydalarını buyurun. Yazarsınız mənə, mən sizə atarım. İndi gəlin, bizə ən çox nə düşəcək? Baxın uşaqlar, ən çox cümlə düşəcək və o cümlədə bəzi şeylər istəyəcək bizdən. Mən bu vərəqi indi sağıma qoyacağım. Yaxşı çəkildimmi? İndi gəlin oradan Azərbaycan dili B variantı 31-ci suala baxaq. Tərzi hərəkət zərfinin təsriflənməyən fe'lə aid olduğu uşaqlar. Bu tip testlərdə birinci beyninizdə qəlib hazırlayın. Tərzi hərəkət zərfi, misal üçün cəld. Bir tərzi hərəkət zərfi götürdüm. Fe'li təsriflənməyən fe'l. Təsriflənməyən fe'llərdə məsdər fe'l fe'li bağlamadır. Cəld qaçmaq və yaxud da cəld qaçan. Yəni bu tip bir qəlib olmalıdır və mən burada baxıram. 3, 4, 5, 4, 5, 6 cavab 4-də çiyin-çiyinə döyüşdüyü, çiyin-çiyinə döyüşdüyü, dıqıstiqə mənsubiyyət fe'li sifət 4, 5, mən çəkirim, siz görün. Öz uşağı uğurlarına iftixarla danışan, iftixarla zərf, danışan fe'li sifət tərkibi oldu. Dilucu təşəkkür edib, dilucu zərfdir. Təşəkkür edib də fe'li bağlamadır. Gördüyünüz kimi 2 fe'li sifət gördük, bir də fe'li bağlama gördük. Budur. Yəni siz sualı başa düşün. Bizim birinci işimiz sualı başa düşməkdir. İkinci sualımıza düzgün sual verməkdir əslində. Belə, gəldim 32-yə. Azərbaycan dilində B variantı 32-də cümlə verib. Mən bu tip cümlələri başa salıram ki, uşaqlar, birinci cümləni analiz elə. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Birinci bu testi gördünüzsə, üstündə
mən sizə üstündə indi göstərəcəm. Sintaktik təhlil eləyin. Sintaktik təhlildən sonra bir başda mətnin üstündə analiz eləməyə. Başda xəbərim nə ilə ifadə olunub, mübtədam nə ilə ifadə olunub, təyinim, zərflik və s. Ondan sonra bir nəyə başla. Bu cümlədə hansı nitq hissələri var? İsim var, sifət var, köməkçilər var və əlaqələr var. Bilirik ki, əlaqələr 2 yerə bölünür. Tabeli, tabesiz, tabelin özü 3 yerə bölünür. Yəni baxın uşaqlar, indi mən 32-ci suala baxıram. A variantı, feillərin hər biri morfologiya bölməsinə toxunub, feil bölməsinə. B-yə baxıram, quruluşca mürəkkəb söz yaradıcılığı bölməsinə toxunub. Yəni 3-cü bölməmiz söz yaradıcılığı, 5-ci sinif. C variantı, feillərdə qayıdış və məlum. Feil, morfologiya bölməsi. D variantı, feilin bütün təsriflənməyən formaları. Bəli, təsriflənən, təsriflənməyən feillərə toxunub. Şəxsə və kəmiyyətə görə dəyişməyən feillər. Yenə də feillər mövzusuna toxunub, amma təkcə feillərə toxunub, hər tərəfli. Üçün şərtinə baxıram. İndi burada siz baxın, mən də sizə deyim. Baxın, nitq hissələrlə ifadə olunan həmcins üzvlər işlənir. Sintaks bölməsi var və morfologiya bölməsi var. Yəni burada hər iki bölməyə toxunub. Baş üzvlərdən birinin həmcinsliyi var. Yenə həmcinslik və yenə baş üzvlər. Həmcins üzvlə uzlaşma əlaqəsi, əlaqələr görürsünüz, uşaqlar uz, id, yan əlaqəsi düşür. İki fərqli cümlə üzvü həmcinsdir, həmcins. Yenə cümlə mübtədası ifadə vasitəsi söz birləşməsidir. Bəli, mübtəda bölməsinə toxunub, mübtədada və ifadə vasitəsi bölməsinə toxunub. Biz bilirik ki, cümlə üzvlərinin hər biri sadə və mürəkkəb olar. Sadələr nitq hissələrlə ifadə olunur, mürəkkəblər isə cümlə üzvlərlə ifadə olunur. Söz birləşməsinə. Həmcins tamamlıqlar işlənmişdir uşaqlar. Həmcins tamamlıq. Yəni görürsünüz, bu tip suallar çox ağır suallardır və burada hər bir şeyə toxunur. Yəni bacarsalar fonetikadan da bir sual salırlar, leksikadan, söz yaradıcılığından, morfologiyadan, sintaksdan. Yəni həqiqətən çətindir. Sizin bir bacarığınız olmalıdır ki, bir testdə baxanda hər tərəfli baxın. Məsləhət görürəm ki, birinci sintaktik təhlil edin. İkinci, onların nitq hissələrini göstərin. Üçüncü, cümlə üzvlərinin nə ilə ifadə olunduğunu göstərin. Gəlin, mən sizə sadə olmasa biraz orta bir cümlə götürüm. 2025-ci il 9 martından bir cümlə götürəcəm. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdilər. 34-cü sual. Əcnəbi turistlər necə eləməlisiz tip olaraq onu göstərirəm. Lövhə yaxşı görünür. Uşaqlar, sizə 3 dənə belə cümlə işləyəcəm. Həqiqətən bu tip testi çox işləsəz, elə bir ki yazdınız da, elə bir ki yazdınız. Çünki bütün məsələlər toxunulur. Mən bütün bölmələri keçəndən sonra uşaqlara bu tip işlədirəm ki, beyin hər tərəfli görməyi bacarsın. Əcnəbi turistlər Şəkinin görməli yerini gəzdilər. Nə etdilər? Gəzdilər. Kim? Mənim bəzi ağıllarım deyir, əcnəbi turistlər. Bəlkə əcnəbi turistlər deyil, bəlkə yerli turistlərdir. Turistlər. Hansı turistlər? Əcnəbi turistlər. Haranı? Şəkinin görməli yerlərini. Bir də bəzi ağıllar çıxır, haranıya götürür zərfli, amma haranı sual tamamlığın sualıdır. Deməli, cümlə üzvlərimizin hamısı varmı? Xeyr, cümlə üzvlərimizdən zərflik yoxdur. Sintaktik təhlilimiz təyin, mübtəda, tamamlıq, xəbər formasındadır. İndi gəlin başqa tərəfdən baxaq. Nitq hissələr. Bax, bu sintaks bölməsi. İndi mən yuxarıda morfologiyaya toxunacağam. Əcnəbi sifət, turistlər isim, şəki isim, görməli feil, yəni feili sifət, yer isim, gəzmək feil. İndi burada neçə fərqli nitq hissəsi var? 1, 2, 3 fərqli nitq hissəsi var. İndi buradan sizə belə sual verim. Misal üçün, deyir ki, hansı cümlə üzvü sadədir? Təyinimiz, mübtədamız və xəbərimiz sadədir. Sonra başqa cür deyəcək, hansı cümlə üzvümüz mürəkkəbdir? Bəli, tamamlığımız mürəkkəbdir. Başqa cür də deyə bilər. Mürəkkəb deməz, deyər ki, hansı cümlə üzvümüz isim birləşmə ilə ifadə olunub? Bəli, tamamlığımız ismi birləşmə ilə ifadə olunub. Buradan da xatırlayırıq, isimdə yerlik mənsubiyyət ayrılmır. Sonra gələk burada nə suallar verir? Verir ki, bütün isimlər, nə bilim, adlı xaldadır, düzdürmü? Gəl baxaq, turistlər adlı xaldadır. Şəkinin amma adlı xalda deyil, yiyəlik haldadır. Görməli, sözün kökü gördür. Malı məli burada feili sifətdir. Yerlər cəmdədir. Yerləri mənsubiyyətdir. Yiyəlik mənsubiyyət, n bitişdiricidir. İdə təsirli. Gəz, sözün kökü feildir. Di, keçmiş zaman lərdə kəmir. Sonra belə sual verəcək. Cümlədə bir söz düzəltmədir. Baxacam.
əcnəbi şəklinin yoxdur. Bu cümlədə düzəltmə söz yoxdur. Sonra başqa cür söz deyəcək. 3 söz cəmdədir. 1, 2, 3. 3 söz bəli cəmdədir. Sonra belə deyəcək. 3 dənə isim cəmdədir. Xeyr, 3 dənə isim cəmdə deyil. 1, 2 dənə isim cəmdədir. Burada feil kemiyyəti görə dəyişib. Sonra deyəcək ki, feilimiz, xəbərimiz ismi xəbərdir, yoxsa feili xəbərdir. Xəbərimiz feili xəbər. Bir dənə halımız təsirli haldadır. Hə, deyəcək ki, feilimiz xəbər şəklindədir. Xəbər şəkli nədir? Zaman. Bəli, zamandır. Hansı zamandadır? Keçmiş, şudi keçmiş zamandadır. Və həqiqətən də bu tip analiz eləməyi bacarsaz, çoxlu, çox rahat olacaq sizin üçün. Gəlin indi 2025 2 martdan bir cümlə yazım. Uşaqlar, bu tipdə testlər işləyin. Bu tipdə məşqlər eləyin. Hamısını başını buraxın. Kim məhsul yığımına kömək etsə kim? Etsə kim? Kim? Bəli. Nəyə? Məhsul yığımına. Artıracaq. Kim? Sədr artıracaq. Nəyi? Onun istirahətini. Uşaqlar, cümləmizin ikisi də eyni cümlələrdən ibarətdir. Biz burada sanı görürük. Sağ gördünüzsə söhbət bağlandı. Tabeli mürəkkəb cümlədir. Özü də budaq, başdır. İstisnasız. Gəlin indi ifadə vasitələrinə baxaq. Birinci cümləmiz, yəni budaq cümləmizin ifadə vasitəsində mübtədamız ilə ifadə olunub sual əvəzliyindən. Məhsul isim, yığım isim, kömək etmək də feildir. Sədr isim, onun əvəzlik istirahətinə isim, artıracaq feil. Deməli, gəldim indi ifadə vasitələrinə uşaqlar. Birinci cümləmizin xəbəri mürəkkəb feillə ifadə olunub. Birinci cümləmizin mübtədası isə sual əvəzi ilə ifadə olunub. Bir də onu deyim ki, sual əvəzlikləri və predikativ xəbərlər nə olduğunu bura qeyd edəcəm. Həmin predikativ xəbərlər sual vermir, yəni sual vermədən cümlənin üzvü olur. Hə, tamamlığımız mürəkkəbdir və isim birləşmə ilə ifadə olunub. İsim birləşmə ilə yazsa da düzdür. Söz birləşməsi ilə yazsa da düz götürün. Həqiqətən həm söz birləşməsidir, həm isim birləşmədir. Yəni buradan da bu qənaətə gəlirik ki, mübtədamız və xəbərimiz, yəni qrammatik əsasımız, yəni baş üzvlərimiz quruluşsa sadədir, amma tamamlığımız mürəkkəbdir. Gəldik buna. Eyni. Mübtədamız və xəbərimiz, yəni qrammatik əsasımız, yəni cümləmizin baş üzvləri sadədir, amma tamamlığımız isə mürəkkəbdir. İkisi də isim birləşmə ilə ifadə olunub, ikisi də quruluşca mürəkkəbdir. Gəldik başqa şeylərə. Gəldim məsələn uz idiant əlaqələrini göstərim. Və buradan gəlir bura uz, buradan bura gəlir id, buradan bir dənə bura belə gedir, bir dənə də belə gedir. Bu olanda uzdur, belə olan yox, belə olanda uzdur, belə olanda iddir uşaqlar. İndi gəlirəm, bəzən belə bir sual verir. Budaq cümlədə bir söz ancaq əsas tərəfdir, əlaqənin ancaq əsas tərəfidir. Bəli, həqiqətən də kim ancaq əlaqəmizin əsas tərəfi oldu. Burada da eyni olacaq. Eyni əlaqə, uz, idyan, bir dənə də id. İd nə idi? Hal olanda id idi. Gəldim indi başqa cür tip suallara. Deyəcək ki, hər iki cümlədə xəbərimiz feili xəbərdir. Həqiqətən də hər iki cümlədə xəbərimiz feili xəbərdir. Sonra deyəcək ki, hər iki cümləmizin xəbəri sadədir. Həqiqətən də kömək etmə mürəkkəb feil olsa da sadə xəbərdir. Biz sadə cümlə, mürəkkəb cümləsi nəyə deyirdik? Söz birləşmələrinə deyirdik. Məhsul yığımı gəldik. Sonra baxın, yəli kağıdı olan söz varmı? Var. Əvəzliklərimiz sadədirmi? Sadədir. Əvəzliklərimiz mənsubiyyətə görə dəyişirmi? Xeyr, dəyişmir. Gəl baxaq indi. Deyəcək ki, xəbərlərimizin hər birindəki feillər xəbər şəklindədir. Xeyr, bu şərt şəklindədir. Bu isə bəli xəbər şəklindədir. Artıracaq, yəni zaman var. Zaman varsa xəbər şəklidir. Sonra baxaq burada başqa nələr deyə bilər bizə? Başqa nələr deyə bilər? Hə, düzəltmə söz varmı? Bəli, var. Yığ sözündən yığım. Bir dənə sözdə mən düzəltmə gördüm. Bir dənə sözdə mürəkkəb gördüm. Qalanlarını sadə gördüm. Belə. Baxın budur uşaqlar. Yəni siz cümləni hər tərəfli təhlil edə bilirsiniz. Yəni mən buna morfoloji təhlil baxımından baxdım. Söz yazılı təhlil baxımından baxdım. Sintaktik təhlil baxımından baxdım. Yəni sizdə də o bacarıq
olsa, yəni çox rahat şəkildə həqiqətən də yaza biləcəksiniz. Bir dənə də cümlə işləyim. Bir də uşaqlar, məndə orfoqrafiya lüğətdə var. Özümün yazdığım, onu da istəyirsinizsə mən qeyd elədiyim nömrələrə, yəni plus atın, R yazın, mənə yazın və ondan sonra sadəcə yazın ki, orfoqrafiya. Mən bilim ki, orfoqrafiyanı istəyirsiniz. Yox, əgər son 5 ilin dil qaydası istəyirsinizsə, onda dil qaydaları yazın. Ki, mən onu sata bilim. Bir dənə də cümlə deyim. Səhər oyananda bu günün dünəndən yaxşı olacağını düşünürdü. Əhməd deyə. Bu 3 nəfər sizin seçkiləriniz necə olacaq? Kimdir bu Novruz? Səhər oyananda dünənin bu gündən yaxşı olacağını, nə dedim? Olacağını düşündüm. Düşünürəm. Evrənə, kainata gözəl mesajlar göndəririk. Mən yaxşı yazacağam. Niyə də pis yazmalıyam ki? Çünki hər şeyi bilirəm, hər şeyi keçmişəm. Uşaqlar, özünüzü motivasiya edin. Hər səhər duranda güzgüyə baxın. Mən hər şeyi bilirəm. Niyə də bilməyim ki? Hər şeyi keçmişsiniz. Müəllimləriniz keçib. Mənim videolarım var, Allaha şükür. Baxın, bilirsiniz, özünüzü qorxutmayın, özünüzü ilhamlandırın. Aha, nə edirəm? Düşünürəm. Xahiş edirəm Azərbaycanda birinci sual verin. Birinci sual. Nə edirəm? Düşünürəm. Nəyi düşünürəm? Dünənin bugündən yaxşı olacağını. Nəyi? Düzgün sual verdim. Nə vaxt düşünürəm? Səhər oyananda düşünürəm. Cümlə üzvlərimiz cəmi 3 dənədir. Amniyotik hissələrimiz çox deyə çox. Səhər oyananda dünənin bugündən yaxşı olacağını düşünürəm. Gəlin baxaq cümlə üzvü baxımından. Cümlə üzvlərimizdən sadəcə biri sadədir, o da xəbərimizdir. Xəbərimiz də fe'li xəbərdir və indiki həm də xəbər şəklindədir. İndiki zaman düşünür. Düm var orada, düm sizi çaşdırmasın, o idinin dümüdür. Gəlin baxaq, zərfliyimiz fe'li bağlama tərkibi ilə ifadə olunub. Oyananda anda fe'li bağlama şəkilçisidir və mürəkkəb cümlə üzvüdür. Gəldim, tamamlığımızda mürəkkəb cümlə üzvüdür. Səhər oyananda adlı haldadır, fe'li bağlama şəkilçisi var, yiyəlik hal şəkilçisi var, gündən çıxışlı hal şəkilçisi var. Mənsubiyyət, dünənin olacağını mənsubiyyət var. Sonra gəlin də əlaqələrə baxaq uşaqlar. Səhər oyananda uşaqlar burada yan var. Sonra zərflikdən xəbərə həmişə səhər oyananda nə vaxt yandı. Tamamlıqdan gedir həmişə id. Bir-iki dənə də nəyə fikir verin, yazın, deyim, bitirək. Bu tip cümlələri yazın, mənə yazın, PDF hissə atın, oradakı cümlələri analiz edin, testləri analiz edin. Yaxşımı? Orfoqrafiya lüğəti istəyin məndən, atım sizə. Fe'li bağlama düşür, fe'li sifət tərkibi düşür, məsdər tərkibi düşür. Daha çox fe'li bağlama tərkiblər düşür uşaqlar. Köməkçilər düşürsə, əgər köməkçi düşəcəksə, amonim düşəcək. Yəni köməkçilərdəki amonimləri bilin. Ən çox hansılar qarışdırırıq? Danı qarışdırırıq, lanı qarışdırırıq, eləni bəzən qarışdırırlar, ancaq uşaqlar qarışdırırlar. Bir amonim kimi çox düşür, düz amonim kimi çox düşür. Fe'lin şəkilləri düşür, qarışdırmayın, vacib. Şəkillər deyəndə qrammatik məna növlərini deyirlər, qarışdırmayın. Başbudağın yeri düşür, o başbudağın yeri üçün mənim videoma mütləq baxın. Orfoqrafiya çox düşür, demək olar hər il orfoqrafiya var. Bu il 2-ci zonaya düşəcək. Mələkə mənə görə bir salmayacaq. Belə uşaqlar, bu qədər. Məndən PDF-i götürün. Həqiqətən daha da çox kömək eləmək istərdim. Kimin sualı var, altda mütləq qeyd eləsin. Çalışsam bütün suallara cavab verim. Təşəkkür eləmək istəyirəm həqiqətən. Təşəkkürün başında İlhamə durur. Çünki videolarımı çəkən, demək olar editləyən və siz də baxıb öyrənirsinizsə, bugün İlhaməyə sağ ol deyin. Belə heç bir sponsorum yoxdur. Heç bir də mikrofon üçün Təbriz müəllimi təşəkkür edirəm. Yaxşı ki varsınız. Ay Allah, başqa nə deyim? Uşaqlar, bütün sualı, hə? Nömrəmi də qoyacağam. İllərin nömrəsi də xahiş edirəm, boş-boş yazmayın. Nömrəmi dəyişmək istəmirəm. Belə. Orfoqrafiya düşür, orfeya düşür, frazeoloji birləşmə düşür, əlavə çox düşür, söz birləşməsi vəbşə də çox düşür. Ümumi məsələlərin 5 dənəsi ümumi məsələ, bax bilin. 5 dənə sualınız ümumi məsələdir. Ümumi məsələ bilirsiniz nədir? Məsəl üçün, bir sual, konkret bir sual deyil də. Misal üçün, 9 mart buraxılışında 38-ci sual bir mövzudur. 39-cu sual mürəkkəb ad mövzudur. 40-cı sual sintaks mövzudur. Ümumi odur ki, bir şey üçün 2-3 dənə məsələni istəyir. Başa düşürsünüzmü?
Cümlə üzvləri, yəni qaçış yoxdur. Tabiətdən qaçış yoxdur. Söz yaradıcılığı birinci ona düşüb, ikinci ona düşmədi, amma indi baxarıq yenə də. Sintaktik təhlil konkret düşüb, amma bilmirəm, ikinci onda bəlkə salmadılar. Bir nitq hissələrindən ən hörmətlisi saydı, sayı ayrıca çox salıblar. Məndən bu qədər həqiqətən. Bu il bir də çəkərəm, çəkmərəm, bilmirəm videonu. Əlimdən gələni elədim. Bir də 9-lar üçün bir video çəkərəm. Ona da baxıb yararlanarlar. İnanın, nə deyirəm o olacaq. İndi ayın 15-dən sonra yenə yazaram, çəkərəm, baxarıq, görək dediyim nə qədər tutuşub. Bu qədər uşaqlar, gələn görüşlərdə hələlik. Bir də başlığı mahnı qoymaq istəyirəm. Hansı sevdiyim bir mahnı, nətər qoyum? Nə mahnıyla başlayıram? Onunla mahnıyla başlasa məndə niyə başlamasın? Kəmalə Günəşlinin. Nəysə, da videoda birləşdirərəm, editləyərəm, düzəldərəm.